Menstruasiya zamanı hamilə qalmaq mümkün deyil. Yanlış. Bəzən ovülyasiya erkən olduğu zaman hamiləlik mümkündür. Qadınlar ildə ən azı bir dəfə ginekoloq müayinəsindən keçməlidir. Doğru. Menstruasiya gecikməsi yalnız hamiləlik səbəbilə olur. Yanlış. Bəzən stres, çəki dəyişməsi və hormonal pozğunluqlar zamanı da menstruasiya gecikməsi ola bilər. Ağ axıntı həmişə infeksiya deməkdir. Yanlış. Bəzən bu normal, yəni fiziolojik bir axıntı da ola bilər. Pap smear analizi uşaqlıq boynu xərçənginin erkən aşkarlanmasına kömək edir. Doğru. Hər qadın ildə bir dəfə pap smear analizindən keçməlidir. Kontraseptiv həblər sonsuzluq yaradır. Yanlış. Dərmanı buraxdığınız anda təkrar hamilə qala bilərsiniz. Menstruasiya zamanı idman etmək olmaz. Yanlış. Yüngül idman tam tərsi menstruasiya ağrılarını belə azalda bilər. Polikistik yumurtalıq sindromu sonsuzluq deməkdir. Yanlış. Müalicə ilə bu cür xəstələr hamilə qala bilərlər. Hamiləlik zamanı hər dərman təhlükəsiz deyil. Doğru. Vaginal qaşınma və yanma hər zaman göbələk infeksiyasıdır. Yanlış. Bəzən bu bakterial infeksiya və ya hormonal dəyişiklik səbəbi ola bilər.